ölüm iki cürdür. Bir təbii, bir ixtiyari. Təbii ölüm nədir? İxtiyari nədir? Təbii nədir? Ölüm nədir? Ölüm yəni biz qopduq buradan, getdik başqa yerə. Elə çıxır da, elə deyil. Bədənimiz qaldı, qopduq da buradan. Hə? İxtiyari ölüm nədir? İxtiyari ölüm bu deməkdir ki, insan öləndə ki nələrdən qopur, nəfəs alalı o şeydən qopsun. Buna deyirlər ixtiyari ölüm. Axırda nədən qopacaqsan, hər şeydən indidən qop. Bu ixtiyari ölüm deyirlər. Özün könüllü qop. Zorla qopmayacaqsan, könüllü qop. Ona görə deyim, mutu qəblə ən təmutu. Ölməmişdən qabaq ölün. Ölməmişdən qabaq ölüm bu mənadadır ki, yəni sən hər şeydən ki ölüm səni qopardacaq, indidən qop, artıq sən hazırsan. Bir dənə biyoloji ölüm lazımdır ki, sən aparsın. Ona görə ağrısız, quş kimi ruh uçur pərvaz edir. Çünki artıq qopub da, bunu nədənsə dartıb qopartmır ölüm. Çünki bu dirikən artıq qopub.